Salam uşaqlar, necəsiniz? OTK-nın 7 dekabr blok imtahanının izahını verəcəm. PDF-ni almaq istəyənlər Telegramda Azər Səmədov, Tarix Azər Səmədov yazırsınız. Oradan bu sınağın PDF-ni ala bilərsiniz. Sonra dekabr sınaq qrupumuz başlayacaq. Martda əsas sınaq qrupumuz başlayacaq. Ona mütləq qoşulun. Bir də kanala abunə olmağı unutmayın. Növbəti aylarda güvənin və OTK-nın sınaqları gələcək. OTK-nın amma deyim ki, bu dəfəki sınağı mənə elə gəlir ki, asandır. Ötən dəfə çox tənqid olundu, ondan sonra biraz asan salıblar. Deməli, bu sual biraz yaxşı düşməyib uşaqlar. Deyir ki, 2-ci yüzilliyin əvvəllərində, 100 illik elə əsr demək. 180-ci il Hindistanı deyir. 3-cü əsrin əvvəli eramızın da sarı-sarıqlardan sonra bu 206-cı illərdə falan nə olur? Ərazisi ayrı-ayrı dövlətlərə parçalanır. Burada Mauriya sülaləsi süqut edir. Xan sülaləsi də harda? Çində. Sonra Osmanlı hökmdarı Səlimlə bunu izah ehtiyac yoxdur. Süleymanın oxşarlığı Səfəvi dövlətinə mübarizə çaldıran döyüşü Süleymanda 4 dəfə Azərbaycana yürüş edib. Bu sualı baxın, mən sizə xəritənin izahını vermişəm YouTube-da. Bu sualı o xəritəmdəki YouTube-dakı videomdan tapmaq olur. Deyin niyə? Baxın, Bərdəni burada vermişdim, düzdür? Deyir, Aranın baş şəhəri Bərdədir. A-nı çıxın. A-nı çıxdıq. Görün nə qədər variant getdi. Çünki bura Dəbildir, burada Beyləqan falandır. Dərbənd isə buradadır. Deyir, Haşimlər sülaləsi tərəfindən idarə olunmuşdur. Yeni də çıxırsınız. Qalır D variantı. Qafqazda ərəb iqamətgahlardan olub, Məhəmməd Şəddad falan, bir də Xürrəmlər dövründə ərəb işğalından azad edilmişdir. Çox rahat, görünüşcə çətin görünür, amma rahat sualdır. Sonra baxın uşaqlar, bir də mənim konspektim var, dövlətlərin yaranması və süqutu konspekti. O konspektlə qəbulda da, OTK-da da mütləq şəkildə yüksək nəticə göstərmək olar. Baxın, Teymuri dövlətindən fərqli olaraq deyir, Böyük Monqol. Böyük Monqol Çini tutub, Teymuri tutmayıb. Birə nağda A-nı götürərəm. Görün nə qədər variant getdi. Çox asan salıblar. Dehli Sultanlığı da ikisi də klassik feodalizmdə yaranıb. B-ni də çıxaram. Qalar AA. Çini tutub Monqol, amma Teymur tutmayıb. A-nı götürdüm. 2-yə də A. Abbasilərlə Dehli dostluq qurub, amma Teymuri heç Abbasiləri görməyib. Asan tipli sual. 15-ci əsrdə çox asan sualdır bu da. Burada variantları çıxa bilərsiniz. Ud Səlcuqdadır. Maliyyə həmişə vəzirdə olur. Vergi Basqaq Qızıl Ordudadır. Qəbalə də 9-11-ci əsrlərdədir. Qalır A variantı. Sonra intibah mədəniyyəti. Bunu açığı uşaqlar, mən də Google-dan baxdım. Çıxdaşla tapdım. Bunu bilirdim. Dünən konspektdə uşaqlara yazdırdım ki, bu sual düşəcək nə vaxtsa. Bəhmənyarı da bilirdim ki, astronom deyil. Xətib Təbrizin də astronom olmadığını bilirəm. 4 ilə 2-ni götürdüm. Məhki Əl-Bərdəyi haqqında dəstəyə də baxdım, analiz sayəsində bir dənə cümlə yazdı ki, o dövrün alimi idi. Astronom sözünü görmədim. Bir də Google-dan oxudum, orada da deyir ki, astronomiya nə bilim həvəsi olub falan filan. Mehmet qanunnamə qəbul edib. Nə izah verim? 1476. Rahat sual. Atropaten Albaniyanın deyir, oxşar cəhəti deyil. Asan sual. Selevkilərdən 223-cü ildə Atropaten Asala düşüb, Albaniya yox. Yəni izahlıq bir şey yox. Xəritədə paytaxtların rəqəmlərini göstərmiş 11-ci əsrlərdə. Baxın uşaqlar, yenə də mən bunu o günlərim sizə nə etdim? YouTube dərsimdə izah elədim. Qısa. Deməli, dedik ki, nə dedik orada? Urmiyanın şimalı Təbrizdir. Bu çayın aşağısı Gəncə. Deməli, Təbrizlə Gəncə Şəddadi Rəvvadi. Azərbaycan vay şəkildə bunlar birləşdirməyiblər. Nağda A-nı çıxın. Çox asan salıblar. A-nı çıxdıq. Bir dənə də rahat bir şey var idi burada. Gürcü Xəzərlərə qarşı mübarizəni də Şəddadi aparmışdı. Deməli, 2-yə də B-ni götürürük. Bir də Məlikşah tərəfindən bilirsiniz ki, Şəddadilərə son qoyub 1088-də. Y-ni götürürük, cavab gəlir B deyəsən. 1-ə C, Vasudan, bəli. Və 2-yə də Şəddadilər dövləti də Məlikşahın dövründə müstəqilliyə son qoyulub. 2-yə də B, Y. Düz dedim görəsən. B, Y, 2-yə. Hə. 1-ə C, Y. Yox. Tamam, rəqəmlər çaşdırdı məni. Sonra uşaqlar, Hülakülər dövlətidir. Burada nə edə bilərsiniz? 13-14-cü əsr. Hülakülər süqut edib 1357-də. Teymuri yaranıb 1370-də.
Nağdı A-nı çıx. Yenə dövlətlərin yaranması. Burada da dövlətlərin yaranması idi, gördünüz. A-nı çıxaram. Görün nə qədər variant getdi. Sonra kəndlərin öz yerinə təhkim olunması 1303-dədir. Bu da düşür 14-cü əsrə. 2-yə C-ni götürərəm. Aha, 2 dənə. B-ni də baxarıq. Çobani əmirləri tərəfindən idarə olunması da 1300-dədir. 2-yə B-ni də götürsəm, 2-yə B-ni də götürsəm, A variantı qalacaq. 1-ə D 1243, 13-cü əsr, 3-ə də Y Qızıl Ordu dövləti ilə 1260-da da mübarizə aparıb yarananda 1318-də falandır. Sonra Səlcuq dövləti Toğruldan fərqli olaraq Alparslan. Bu sual da rahatdır. İkisi də Bizansla mübarizə aparıb 1048-1071. Paytaxtı, burada nə deyim, Toğruldan fərqli Alparslan. Paytaxtı Yenişəhər Alparslan köçürməyib. Konya, Ankaranı da kim tutmuşdu? Məlikşah. Bir dənə qalır 1065-ci ildə Rəvvadilərə son qoyub. Kim son qoymuşdu? Alparslan. Sonra bu sual da çox rahat uşaqlar. Buna baxın bir dənə sualla. Paleolitala tayfa ittifaqlara, paleolitala ibadət evara. Birdən elə A-nan C-ni çıxsam variantlar gedir. 3-dən də ilkin şəhər mərkəzini götürsəm, A-nı, bir də nə götürə bilərik? Buradan görək nə çıxır. İstehsal təsərrüfatının formalaşmaya başlaması neolitdədir, eneolit yazıb. 2-dən də C-ni çıxaram və son qalır A variantı. 1-ə B, 2-yə A, 3-ə A, B. Metaldan istifadə eneolitdədir. C-ni də çıxa bilərsiniz. Rahatdır, fikir verirsiniz, nə rahat. Sonra buna baxın uşaqlar. Çətin görünür, amma çox rahatdır. Bunun yolunu sizə deyim. Xəritədə mən bunun izahını da vermişəm. İngiltərə, Fransa. Deyir ki, 100 illik müharibədə iştirak edib. Deməli, bunlar ikisi də 100 illik müharibədə iştirak edib deyə nağdı 3-ü götürməliyik. Ona görə görün neçə dənə variant getdi. 3-ü götürülürsə, Verdəndə deyir meydana gəlmişdi. Verdəndə meydana gələn dövlətlər bunlar üçüdür. Baba Z çəkdiklərim. 5-i də çıxsam, qalır A variantı. 3-cü xaç yürüşündə iştirak ediblər və 100 illik müharibədə də iştirak edib, vəba xəstəliyi də yayılmışdı. Qara ölüm falan deyirdilər. Atabəylər və Ağsunqurilər yenə də dövlətdən yaranması və süqutu 1225-1227 Xarəzmşah Cəlaləddin yürüşü ilə D variantı. Türk xalqların mədəniyyəti, mən bunu uşaqlara keçməmişəm. Amma uşaqlar məncə bunu məntiqlə tapacaqlar. Osmanlıda Topqapı sarayını 100% 1-ə D-ni qoyacaqlar, ümid edirəm. Qütbdə, Qütbəddin Aybəkdədir, Dehlidədir. C-ni də çıxacaqlar, yəqin ki. Belə qoyarlar inşallah. Şah-i Zində məqbərəsi də Teymurilərdədir. Topqapıda Osmanlıda. Bu dərsi keçməmişəm mən. Ərəb xilafəti yenə fikir verin uşaqlar. Mənim mütləq konspektimi öyrənin. Bilirsiniz hansı konspekt? Dövlətlərin yaranması və süqutu. Ərəb xilafəti 8-ci əsrdir. Sasanilər 651-də süqut edib. Bədir döyüşü isə 624-də, düzdür? Vəssalam. 1 ilə 3-ü çıxırsınız. Vəssalam. Cavab gəlir D. Valla biraz yorğunçuluqdur. Saat 3-dür. Gecə saat 3-dür. Sonra birinci xaç yürüşündə nə edir? Antioxa, Edessa və Tripoli ilə güc əzbər bir şeydir. Elə variantlar qoyublar ki, buna baxımsa Çexiya nə əlaqə, Polşa, Granada, Venesiya. Sonra Assuriya ilə müharibə aparmış dövlətlər. Yenə də dövlətlərin yaranması və süqutu konspekti. Dinən niyə? Əhəməni 550-də yaranıb, 7-ci əsr deyil. Nağdı 4-ü çıxaram, görün nə qədər variant getdi. Makedoniyanı da biz görürük 3-cü əsrdə, 4-cü əsrlərdə falan da düzdür. 5-i də çıxaram, 1, 2, 3. Midiya 600-lərdə, Manna bilirik, Aşşeri, Babil də son qoyanlardan biridir. Sonra Fəribrüzdən fərqli olaraq, nə deyir burada? Məniçöhrlə Axsitanı. Bunu mən rahat yolla belə taparam. Axsitanı milyon faiz bilirəm ki, paytaxtı Yenişəhərə köçürüb. Ona görə 2-də nağdı B olmalıdır. Fikir verdiniz? Amma Fəribrüz köçürməmiş. Bir Əbu Tahir idi. Sonra nə edərəm? Görüm. Monqollara qarşı mübarizəndə çıxaram. Monqollar yenə də dövlətlərin yaranması. Monqollar 1206-da yaranıb, Aksitan 1100-dədir. C-ni də çıxaram. Bu qədər asan. 1-ə B, Davidlə ittifaq qurub Mənsur, 2-yə də AB, Slavyanların yürüşünü dəf edib 1175-də. Fikir verirsiniz, izaha ehtiyac yox. Sonra burada nə deyib?
Qalib dövlətlərin idarələrinin öz işləri falan filan. Oktavianla Aksi döyüşünü deyir. 30-cu 31-ci ildəki Aksi döyüşünü deyir. E, deməli 31-ci ildə Aksi eradan əvvəl. Deyir ki, bu Oktaviandan danışır da, bilirsiniz o 30-cu illərdə. Ondan deyir əvvəl Roma tarixində nə olub? Qulların öldürülməsi bizim eranın 2-ci əsrindədir. Paytaxt Vizantiyada köçürülməsi 330-dadır, bizim eradadır. Plebeylərin 5-ci əsrdədir. İlk yazılı qanun da eradan əvvəl 5-ci əsrdə. Ona görə 2 ilə 3-ü götürürük, cavab D variantı. Sonra baxın uşaqlar, baxın yenə deyək sizə, bu müəllim nə qədər deyir konspekt. Baxın siz Allah. Deyir ki, 6-cı əsr oxumuram heç. 800-cü il. 6-cı əsrdə ərəb xilafəti var idi? Yox idi. Biri çıxdım. Niyə? 630-da yaranıb ərəb xilafəti. Azər müəllim dövlətlər konspekti. Azər müəllim deyir dövlətlərin konspekti. 800-cü ildə Sasani dövləti var idi? Yox. 2 ilə çıxdım, cavab gəlir 3-4. Sən demə Pireneya kimdən danışır burada? Burada Justiniandan danışır. Burada Böyük Karldan. Pireneya yarımadasında ərazilərə keçiblər, İtaliyanın bir hissəsini tutublar. Gördün nə rahatdır. Sonra biz bilirik ki, Abbasilər dövründə nə olmuşdu? Xərac torpaq sahəsinə görə. Niyə olmadı belə? Xərac torpaq sahəsinə görə toplanmağa başlanıldı. Əvvəllər məhsula görə idi. Vəssalam, net. Erkən yenə də dövlətlərin yaranması ilə ümid edirəm bunu tapmaq olar. Məsələn, Muğan xaqanı götürüb 552-dən deyək ki, dövlətin yaranması. Balamiri götürün 374-dən dövlətin yaranması. İkinci Göytürkün süqutu, ikinci Göytürk 744. Qaraxanlının da parçalanması 1042. Cavab nə olacaq? 2, 1, 3, 4. 2, 1, 3, 4. Vəssalam. Sonra yenə də. Yox. Bu artıq döyüşlərləndir. Hər bilirik ki, Qaraqoyunlu deyildi, Ağqoyunlu idi. 1405-də yox, Qara Yusif 1410-da yaradıb da dövlət. 1405-də Qaraqoyun dövləti yox idi. 2 ilə 3-ü çıxaram. Bunu izah eləyim. Teymur dövlətinin qoşununda yeni Ağqoyunlu dövləti yaranıb. Əbu Səid Ağqoyunlu yürüş edir, sonra uduzu 1 olacaq. Sultan Əhməd Həmədan yaylağını istəyir, Qara Yusif vermir, qırğın düşür, Əsəd döyüşü 4 olacaq. Yəni 1, 4. Bir də Teymur Şahrux öləndən sonra Cahanşah nə edir? Müstəqil siyasət yeritməyə başlayır 1, 4, 5. Sonra qədim Yunanistan və Roma tarixinin oxşar cəhəti. 1000 dəfə demişik ki, Senat Romadadır. Bunu çıx. Dori Yunanistandadır. Əhəməni isə vəbşi bunların heç birini tuta bilməyib. Qalır cavab nə? 1, 3. Vətəndaşlara vəzifə tutmaq hüququ 5-ci əsrdə, 3-cü əsrdə. Makedoniya ilə də mübarizə Yunanistan tutub 338-də, 146-da da Romalar tutmuşdu. Əssalam. Sonra Şirvanşahlı Atabəylər. Yenə də dövlətlərin yaranması ilə tapmaq olar. Atabəylər dövlətini bir dənə konkret yazırsınız 1225-də süqut elədi. Qızıl Ordu yox idi. Bu neçədə idi Qızıl Ordu? 1243-dən sonra. Sonra nə edə bilərik? Azərbaycan vahid şəkildə birləşdirməyib Şirvanşahla 13-cü əsrdə. Ali Monqol canişinlikdə yaranıb 1239-da. Yenə Eldəniz onu görmür. Qalır Monqolların birinci yürüşü 2 və Xarəzmşah Cəlaləddinin yürüşü 2-5. 1220-25-də. Sonra sülh müqavilələrdir. Yenə də asandır. Yəni baxırsan biraz çətin gəlir. Vahid İspaniya dövləti 1479 dəxli yoxdur. Amma Augsburqa siz B-ni götürə bilərsiniz. Katolik kilsəsinin bölünməsi rəsmi olur. Kalvinizmi Fransada kral elan edir. Bunun da dəxli yoxdur. Avropada dünyəvilik deyəndə Vestfaliyaya da düşür. Dənizlərdə siyasi üstünlük də İngiltərəyə bu döyüşün adı nə idi? Məğlub edilməz armada. Sonra bu sual maraqlıdır. Deyir ki, 662-ci ildə Dərbənddən ölkəyə hücuma keçdilər. Xəzər xaqanlığı. Deyəsən 60-cı sualda onu soruşuruz ki, bəhs olunanda Albaniyaya hücum edən dövlətin adını yazın. Albaniyaya hücum edən dövlətin adı Xəzər xaqanlığıdır. Sonuncu abzasda Albaniya üçün mənbədə verilməyən sülhün nəticəsi. Ola bilər ki, xərac verdi. Asılı hala düşdü. Mənbədə deyəsən asılı hala düşdüyü var, onu yazmayın. Asılı hala düşmək yox. Xərac verdi. Bir də mal-qara, o götürülən əsirlərin geri qaytarılması. Bunu yaza bilərsiniz. Burada nə deyir? Alban hökmdarı ilə Cavanşirlə Frank hökmdarı Böyük Karlın xarici siyasətinə oxşar. Belə yaza bilərsiniz. Ərəb xilafəti ilə diplomatik
Münasibətlər. Diplomatik münasibətlər. Başqa variantlar da belə düzüb qoşmaq olar. Qonşuluğundakı dövlətlərlə diplomatik münasibətlər. Bizansla da ola bilər. Bizans heç ağlıma gəlmədi. Bizansla da diplomatik münasibətlər. İkisini eləyir də özü də. Hə, vəssalam. Ərəb xilafəti ilə diplomatik münasibətlər, Bizansla. Bunu görməmişdim. Diplomatik münasibətlər. Vəssalam. Asan idi məncə. Burada çətin sual mənim gözümə dəymədi. Bir dənə çətin bu sualdır. Hansı sual idi o? Bu. Çünki Məkki Əlbərdə mən dünən uşaqlara konspektini yazırdım. Dedilər bu dövrdən hansı alimlər düşür? Dedim Fəzil düşür. Bir də deyəsən Bəhməniyarı yazın əsas. Xətib Təbrizini yazdırmadım. Ədəbiyyatdır. Tarixə salmalar məncə düz deyil. Məkki Əlbərdəyi bizim nəyimizə lazımdır? Bilmirəm. Yəni astronomiya. Astronomiya olar da bəlkə, amma bunlar yox. Belə uşaqlar, kəndinizə iyi baxın. Xəritəni əzbərləyin, kanala da abunə olmağı unutmayın. Sağ olun dostlar.